Bu dərsimizdə sıfırlama işləmlərini həyata keçirəcəyik. Gəlirəm index.html-ə Open with Live Server deyirəm. Və bu şəkildə boş bir A4 kağızına bənzər serverim gəlmiş oldu. Ancaq burada browserin default olaraq bizə verdiyi bəzi dəyərlər vardır. Baxırıq, burada 8 piksellik hündürlük verib. Və yaxud da ki, body etiketinə baxıram, hündürlük olaraq 0 verib və yan ətraflardan 8 piksellik margin verib. Dərsin əvvəl bu şəkildə kodlar yazmışdım. Və burada paragraf etiketinə baxdığım zaman baxın, yuxarı və aşağıdan 16 piksellik margin verib. Və daha sonra text inputumda baxın, mouse ilə yaxınlaşdığım zaman hover olur. Mən bunu da istəmirəm və focus olduğum zaman outline aktiv olur və hətta default olaraq border da yazılıb. Daha sonra optionlarıma baxdığım zaman yenə eyni bir vəziyyət, hover var, border var və belə bir ikon vardır və mən bu ikonu dəyişmək istədiyimdə hansı property'dən istifadə edəcəm, bunu öyrənəcəyik və daha sonra yenə eyni qaydada tıkladığım zaman belə bir görünüş əldə etmiş olduq checkbox'a və yaxud da ki, radio butonlarını da eyni bir şəkildə və tipi fayl olan inputumu mən fərqli bir görünüşdə və yaxud da ki, buranın rəngini dəyişmək istədiyimdə hansı CSS property'dən istifadə edəcəm, bunu öyrənəcəyik. Gəlirəm style.css-ə. Biz dərs boyunca belə yazırdıq. HTML və body'ni seçib marginə 0 verirdik, paddingə 0 verirdik və border olaraq 0 verək, outline olaraq none verək və box sizing olaraq border box'ı verəm. Və bir də genişliyini 100%, hündürlüyünü də 100% yazırdıq. Və elements'ə baxdığım zaman HTML və body'nin hündürlüyü artmış oldu. Ancaq mən bunu, baxın, paragraf etiketində görə bilmirəm. Paragraf etiketində hələ də margin 16 piksel olaraq qalıb. Biz nə demişdik? Üstünlük dərəcəsi olaraq buna root yazsaq, baxaq görək buna təsir etmiş olacaqmı? Baxırıq, paragrafa yenə təsir etmədi, yenə 16 piksel olaraq qaldı. Ancaq biz ümumi seçim olaraq ulduz işarəsini yazıb və margini, paddingi, border'ı, outline'ı və box sizing'i gəlib burada tətbiq etsək, baxın nə oldu? Borderlar silinmiş oldu. Focus olduğum zaman, baxın, focus olmuşam hal-hazırda. Outline sıfırlanmış oldu və eyni qaydada optionlarda da border və outline sıfırlanmış oldu. Ancaq mən bu ikona müdaxilə edə bilmirəm və digərlərində checkbox'da radio və tipi fayl olan inputumu fərqli bir kodlarla, CSS kodları ilə müdaxilə etmiş olacam. Mən fikir verdinizsə vid və hündürlüyü, yəni genişlik və hündürlüyü ümumi seçimə daxil etmədim. Çünki bura daxil etdiyim zaman, baxın, bunu kiçildirəm. Bu şəkildə görünmüş olacaq. Hər bir input 100% genişliyində, ekran genişliyində bu şəkildə gəlmiş olacaqdır. Ona görə də mən gəlib hündürlük və genişliyi bura əlavə edirəm. Və burada bir də linkimizi yazsaq, gəlirəm burada link yazıram. Baxın, bütün yazılarımız qara rəngdə gəlmiş oldu. Və gəlirəm index.html-ə tipi text olan inputuma stil vermək istəyirəm. Gəlirəm burada input tipi text olan inputu bu şəkildə seçirəm və gəlib burada border olaraq 1 piksel solid red yazıram və buna
hover olduğum zaman burada border'ın rengi bu şekilde olsun. Outline'ı aktiv edirəm və yaxınlaşdığım zaman burada outline'a da color olarak bu rengi verək və yaxınlaşdığım zaman bu şəkildə rəngi almış olacaqdır və eyni qaydada gəlirəm, select inputumu seçirəm və bunu kopyalayıram və bura əlavə edirəm və baxdığım zaman yenə eyni bir görünüşü almış olacaq. Ancaq bu selectlərdə bu işarəni, yəni bu ikonu istəmirəmsə, gəlib burada select appearance 9 yazıram. Baxın, bu şəkildə həmin ikon görünməmiş oldu. Ancaq mən bura özüm hər hansısa bir şəkil və yaxud da ki ikon əlavə etmək istəsəm, gəlirəm burada font awesome-dan burada bu linkə daxil oluruq. Misal don deyə ikon axtarırıq. Gəlib burada bir pullu, bir pulsuz versiyası vardır. İlk olaraq mən pulsuz versiyasını göstərim. Bunu kopyalayıram. Dərsən əvvəl mən index.html-ə link belə deyək, etiketini bu şəkildə kopyalamışdım. Yəni CDN-JS-dən bu şəkildə kopyalayıb yapışdırmışdım və gəlib burada bu divin altına əlavə edirəm və bu divə də bir ad verək. Misal select option olsun. Bu şəkildə və gəlib burada select option divimə genişlik olaraq 100% verirəm. Gəlirəm burada select'ə də genişlik olaraq 100% verək. Bu şəkildə gəlmiş oldu. Daha sonra ikonumu burada seçirəm, ancaq bundan əvvəl gəlib position relative verirəm bura və burada position absolute yazıram. Top 10 piksel, right 0 yazıram. Bu şəkildə gəldi, ancaq burada ikonumuzun genişliyi böyükdür. Mən bura width misal 10 piksel yazsam və yaxud da ki hündürlük 10 piksel yazsam, bunun genişliyi oynamayacaqdır. Çünki bu ikonları kiçiltmək istəyirəmsə, gəlib burada font size-dan istifadə edirəm. Bura 5 piksel yazsam, 10 piksel verirəm bu şəkildə və burada gəlib 5 piksel yazıram. Baxın, bu şəkildə gəlmiş olacaqdır. Mən səhifəmi böyüdüb kiçiltdiyim zaman da bu ikon burada qalmış olacaqdır. Bu bizim birinci üsulumuzdur. İkinci üsulumuz da burada indi pullu versiyalardır. Pullu versiyalarından misal bunu seçirəm. Gəlib inspect tabında network'ə daxil oluram və səhifəni təkrar yeniləyirəm. Bu şəkildə məlumatlar gəlsin və burada bu ikonu deyəsən, yoxsa bu. Aha, bu ikonun linkini kopyalayıram və bunu silirəm. Gəlib burada yenə select option'uma position absolute yazıram. Background olarak URL, bu linki buraya yapıştırıram və no repeat cover, burada da center olsun, ortaya gətirək. Baxırıq bu şəkildə. Bunun yorumu alıram. İndi gəlib burada video olarak 20 piksel ya da 10 piksel yazaq hələ ki.
Üzr istəyirəm. Bura yox. Bundan sonrasına əlavə edirəm mən. 10 piksel yazdıq və hündürlük olaraq 10 piksel veririk. Top 0 right 0 yazırıq və ikonumuz gəlməyəcəkdir. Çünki pseudo klasslarımızda demişdik ki, content olmasa verdiyimiz hər hansısa bir stil burada tətbiq oluna bilməyəcəkdir. Mən gəlib burada bunun genişliyini 5 piksel, hündürlüyünü 10 pikselliyə yazıram. 10 piksel çox olacaq. 5 piksel verək. Sağdan da 5 piksellik məsafə verək. Genişlik olaraq 8 piksel yazsaq, aha, baxın bu şəkildə görünmüş olacaqdır. Yəni biz font Awesome'da istədiyimiz hər hansısa bir pullu versiyanı network'a daxil olaraq bu şəkildə linki kopyalayıb background URL-ə əlavə etməklə bu şəkildə göstərə bilərik. İndi gəlirik checkbox'ımıza. Checkbox ikonda da yenə eyni qaydada. Gəlirəm burada input tipi checkbox olanı bu şəkildə seçirəm və appearance none yazıram bura. Baxın, ikonumuz burada görünməmiş oldu. Mən gəlib burada həmin bu deməli input'a border olaraq 1 piksel solid yenə ready yazıram və genişlik olaraq 10 piksel yazaq elə ki, hündürlük olaraq 15 piksel, biraz çox oldu, 10 piksel yazaq və daha sonra gəlib burada bunu da div içərisinə əlavə edək. Class olaraq check olsun bu şəkildə və input'a əlavə edirəm. Daha sonra həmin bu divə gəlirəm position relative yazıram və width olaraq genişlik olaraq 10 piksel yazaq. Hündürlük olaraq ya da hündürlüyünü verməyək. Daha sonra hələ ki bu qədər. Gəlib burada font Awesome'da check deyə axtarıram. Bu ikonu gəlib inspect tabında network'a daxil olam. Düzdür, belə də bu etiket index.html-ə kopyalayaraq da yaza bilərik, ancaq mən bu şəkildə bunu götürmək istəyirəm. Gəlib burada həmin ikonun linkini kopyalamaq istəyirəm. Bunu kopyalayıram və gəlirəm nöqtə checkdən sonraya content əlavə edirəm. Bu şəkildə background olaraq URL-ni yazıram və link kopyalayıram. Təkrarlanmasın, mərkəzdə olsun və şəkil yığızam şəkildə görünsün. Daha sonra position absolute yazıram bura. Top 5 piksel yazıram. Ancaq burada divə genişlik olaraq 10 piksel vermişdim. Bunu silirəm və gəlib burada right 5 piksel yazıram və daha sonra ikonumuz hələ də görünmür.
Baxıram burada index.html-də check. Burada problemimiz, bunu səhv yazmışam. Check olacaq. Burada da check olacaq. Və vid olaraq 100% yazıram bura. Burada da vid 10 piksel, hündürlük olaraq da 10 piksel yazırıq. Divə mən genişlik verməsəm və ya genişlik olaraq 20 piksel yazsam bu şəkildə görünəcək. Bu ikonu çərçivəyə salmaq üçün bir neçə dəyərlər yazdım. Ona görə də videonu kəsməli oldum. Hal-hazırda dəyərlər bu şəkildədir. Və indi bir məsələ vardır ki, mən checkbox'ıma tıkladığım zaman bu ikon görünsün. Tıklamadığım anda isə bu görünməsin. O zaman gəlirəm burada. Deməli, bu inputmu seçirəm və buna checked olduğum zaman hal-hazırda bu input display none olsun. Gizlədirəm hələ ki. Əgər input'a tıkladığım zaman gəlib burada check divimi göstərirəm və ondan sonra gələn ikonu bu şəkildə göstərmək istəyirəm. Display block yazıram və tıkladığım zaman baxın gəlməyəcəkdir. Niyə? Çünki index.html-də baxın checkbox'ım check divimin əhatəsindədir. Yəni birinci parent element gəlir, ondan sonra child element gəlmiş olur. Ancaq mən burada bu kod yazılışında yanlış yazmışam. Çünki input'a checked olduğum zaman ondan sonraki divimə bu şəkildə işarələmişəm. Hal-hazırda isə bu yazılış səhv olduğuna görə gəlib mən bunu silirəm və bu şəkildə yazıram. Check divimi yazdıqdan sonra bura gəlib has açar gəlməsindən istifadə edirəm. Və daha sonra burada input tipi buradan kopyalayıram və bura əlavə edirəm bunu bu şəkildə. Və bu əgər checked olmuşsa, o zaman mən gəlib burada display block yazıram və tıkladığım zaman bu gəlməyəcəkdir. Baxıram koduma, input checked olduğu zaman burada bunu kopyalayıram və checked olduğu zaman ondan sonra gələn URL linkini bu şəkildə əlavə edirəm. Yəni after bu şəkildə əlavə etdim və daha sonra baxın yeniləyirəm və tıkladığım zaman bu ikon gəlmiş olacaqdır. Ancaq burada bir problem var. Mən bunun üzərinə neçə dəfə tıklasam da mouse'la bu görünəcəkdir hələ də. Ancaq gəlib burada hər hansısa bir boşluğa tıklasam, baxın bu həm görünüb, həm görünməyəcəkdir. Mən bu şəkildə olmağını istəmirəm. Yəni burada tıkladığım zaman bu ikon görünməsin. Ona görə də gəlib burada ikonun hal-hazırki vəziyyətini position, daha doğrusu pointer events none yazıram. Yəni bu hal-hazırda şəkil kimi görünsə də artıq bu şəkil kimi olmayacaqdır. Gəlib bura tıkladığım zaman baxın bu işarə getmiş olacaqdır. Və bir daha tıklayıram, yenə göründü. Yəni pointer events ilə etiketin o anki hadisəsini yox etmiş oluruq. Yəni misal burada birini də göstərim. Tutalım ki linkimizə gəlib pointer events none yazıram. Baxın tıklayıram. Hər hansısa bir linkə daxil olmur. Gəlib burada buna da misal bu linki kopyalayaq və bura yapışdıraq. Baxın mouse ilə gəlib tıkladığım zaman
hər hansısa bir linki daxil olmayacaqdır və görmüş olduğunuz kimi mouse ox işarəsi ilə gəlmiş olur. Ancaq mən gəlib burada bunu silsəm və mouse ilə gəldiyim zaman baxın əl işarəsi ilə gəlmiş oldu və tıkladığım zaman həmin linkə daxil olmuş olacaq. Dala qayıdıram. Daha sonraki inputumuz bizdə radio butonlardır. Radio butonlarında sizə ev tapşırığı kimi verirəm. Burada sadəcə borderdan deyil, border radiusdan da istifadə edəcəksiniz. Və tipi fayl olan inputuma mən gəlib stil vermək istəsəm, star.css-ə gəlirəm. Input tipinə görə bunu qeyd edirəm. Və daha sonra mən gəlib buna background red yazdığım zaman, baxın, bunu sildirəm. Yazı olan hissə qırmızı rənglə gəlmiş oldu, ancaq inputun daxili rənglənməmiş oldu. Gəlib burada keçən dərsimizdən keçmişdik. File selector buton yazdığım zaman baxın, inputun daxili də rənglənmiş oldu. Və gəlib burada buna border radius tutalım ki 20% yazdığım zaman baxın bu şəkildə borderların kənarlarına da border radius vermiş olduq. Ancaq mən burada fərqli bir görünüş yaratmaq istəyirəm. Burada inputu gizlədib şəkil əlavə et yazısına tıkladığım zaman fayl dosyam açılsın. Gəlib burada index.html-də baxın, label içərisində həm bu yazını, həm də inputu əlavə etmişəm. Əgər mən gəlib burada inputa display none yazdığım zaman, baxın sadəcə input gizlənəcəkdir. No file chosen yazısı burada qalmış olacaqdır. Mən gəlib burada sadəcə input faylına display none yazsam, bunu buradan kəsirəm, buraya əlavə edirəm. Baxın, həmin yazı gizlənmiş olacaqdır. Gəlib burada BR yazıram, bu alta düşsün. Və label'a mən gəlib background red yazdığım zaman bütün label'lara təsir etmiş olacaqdır. Gəlib burada bunun tipinə görə yazıram for burada file. Baxın, bu şəkildə yazdığım zaman sadəcə şəkil əlavə et yazısının arxa planı qırmızı rəngdə gəlmiş olacaqdır. Və gəlib buna display inline block verirəm. Bu özü inline etiket kimidir. Mən gəlib inline block verib width olaraq 100% yazıram. Baxın, bu şəkildə gəlmiş oldu. Əgər mən bunu yoruma aldığım zaman bu inline etiket olduğuna görə genişlik artmayacaqdır. Daha sonra hündürlük olaraq da 80 piksel verək. Tamam, və text align center yazsaq, bu şəkildə ortalanacaqdır. Və gəlib font awesome-da file deyə yazıram və axtarıram. Bunu burada kopyalayıram. Gəlib burada index.html-də əlavə edirəm bu şəkildə və i etiketimə də buna da tipinə görə burada seçsək, misal bu şəkildə klassı fasolli olan i etiketimi bu şəkildə seçdim və daha sonra buna display inline blok yazıram. Width olaraq 100% yazıram. Aha, bu şəkildə ortalansın. Bunun rəngini misal bu rəngdə olsun. Baxın, bu şəkildə gəlmiş olacaqdır. Biz indi bunu ortalaya da bilərik. Yəni ortada göstərmək istəyirik. Bu dərsi biz keçməmişik, ancaq gəlib mən burada label'a display flex yazsam və daha sonra justify content center align items center yazıram. Daha sonra flex direction column yazıram. Aha, baxın, bu şəkildə ortalanmış olacaqdır. İndi mən gəlib burada
şəkil əlavə edə və yaxud da ki, hər hansısa bir nöqtəyə tıklayıram. Baxın, bu şəkildə dosyalarım açılmış olacaqdır. Və son olaraq bunu da göstərim. Mən radio butonuna 2 dəfə tıkladığım zaman baxın, radio butonumdakı yazılmış yazı seçilmiş oldu. Və yaxud da ki, qadın radio butonuna tıkladığım zaman baxın, 2 radio butonumdakı yazı seçilmiş oldu. Bu şəkildə olmağını istəmirəmsə, gəlib burada label user select text yazdığım zaman baxın, default olaraq bu şəkildə gələcəkdir. Ancaq mən gəlib burada none yazdığım zaman baxın, yeniləyirəm və bir neçə dəfə də tıkladığım zaman yenə həmin yazı seçilməmiş olacaqdır. Bu dərsimizdən də bu qədər. Ümidvaram sıfırlama işləmi aydın oldu. Bu kodları yazmadan öyrənmək çətin olacaqdır. Ona görə də siz də mənim kimi eynən burada yazdıqlarımı yazaraq bu kodları nə işə yaradığını və CSS kodları ilə əlavə index.html-də labelları və yaxud da ki, radio butonlarına misal name verməsən, tutalım ki, burada nə baş verər? Bunu öyrənməyə çalışın. Tutalım ki, mən gəlib burada qadın butonuna tıklayıram və kişi butonuna da tıkladığım zaman baxın, ikisi də seçilmiş olur. Bu dərsləri yazaraq görməyə çalışın ki, daha aydın və net başa düşəsiniz. Gələn dərslərdə görüşənədək hələlik.